Hi guys. Bugün izah edəcəyim lots of, a lot bu üçünün fərqi, nədir bunların fərqi, very və so'nun fərqi və bu ikisinin fərqi. İlk olaraq very və so hər ikisi eyni mənadadır. Harda hansını istəyirsinizsə istifadə edə bilərsiniz. Sadəcə olaraq so biraz daha emosional, yəni belə daha bir çox. I love you so much kimi bir şey. Fikrimi düz ifadə edə bilmədim. Artıq neçənci dəfədir çəkirəm. Ona görə hər nəsə onu paylaşacağım. So biraz daha emosionaldır. Məsəl üçün you are so beautiful. Yəni sən çox qəşəngsən, belə bir şey. İndi deyəcəklər ki, çox qəşəng, amazing falan da. Ondan getmirəm. Burada very və so'nu izah eləməyə çalışıram. Very və so heç vaxt deyə bilmərəm ki, məsələn, mənim çoxlu kitabım var. Burada mən very və yaxud so istifadə edə bilmərəm. Bunlar daha çox belə duyğusal. Yəni qrammatik olaraq desəm, yəni qrammatikanı bilənlər üçün desəm, sifət və zərflə daha çox işlənir. Yəni heç vaxt kəmiyyəti, yəni bildirmir ki, çox kitab var, çox insan var. Bunların heç biri orada işləmir, okey? Duyğusal olaraq çox qəşəngsən, çox istəyirəm, çox pisəm kimisindən yerlərdə istifadə edə bilərik ikisini də. Daha sonra hansı idi? A lot of, lots of və a lot. Lots of və a lot of eyni mənadadırlar. Aralarında fərqi yoxdur. Sadəcə lots of daha çox danışıqda istifadə olunur deyə. Yəni gündəlik danışıqda daha çox lots of desəz daha bir qəşəng çıxar. Yəni də a lot of da işlədə bilərsiniz. Bunlar kəmiyyət olaraq. Yəni çoxlu kitab var, çoxlu nə bilim əşya var, çoxlu insan var kimi. Bunların ikisini istifadə edə bilərik. Dediyim kimi heç bir fərqi yoxdur. Lots of daha bir danışıqdır. Daha sonra gəldi a lot. A lot isə daha çox hərəkəti bildirir. Yəni çox qaçdım, çox izah elədim, çox danışdım kimi yerlərdə a lot işlənir. Əksərən cümlənin axırında işlənir. Çox da belə əvvələ istədiyimiz yerə, hər istədiyimiz yerə gətirib konumlandıra bilmirik onu. Belə əsasən qarşılananlardan biri də buydu. Bunu izah eləmək istədim. That's it. Bu qədər. Çox bərbad bir video oldu bu.